Bəs iştahsızlıq problemi olan uşaqlar necə valideynlər şikayət edir ki, uşağım iştahsızdır, ancaq vermişik makaron kimi xəmir yeməklərini istəyir. Bəs burada problem nədən qaynaqlanır? İnanırsınız Könül xanım, uşağım iştahsızdır deyən uşaqların əksəriyyətində iştahsızlıq problemi yoxdur. Yəni bu həqiqi iştahsızlıq deyil. Mən həmişə deyirəm, uşağı müayinə edirik, uşağın çəkisi boy yaşına görə əladır. Uşaq günlük qidasına maraqlanırıq, nələr yeyir. Əslində uşaq özünə lazım olan qədər yeyir, amma anaya lazım olan qədər yemir. Bəzən biz özümüzlə bir tuturuq uşağı və yaxud da başqasının uşağı ilə müqayisə edirik uşağı. Niyə 12 boşqab yedi, mənki bir boşqab yedi deyə uşağın yeməyindən narazı oluruq. Amma əslində bu uşaqlarda problem yoxdur. Deyirik ki, uşaq yemir. Niyə? Çünki imkan vermirik açsın. Onda da deyir ki, yox doktor, aç tuturam, yemir. Nə qədər aşırsan bir öğün azdır. Burada psixoloji məqamlar çox rol oynayır. Qidaya məcburiyyət, qida mövzusunda ananın takıntılı olması, davamlı uşağı yemək üzərində baskı hiss etməsi ki, uşaqlar bilirikdə güzgü effekti deyirik, tərsinə gedir. Yəni o baskını hiss edərsə, ana gəl ye, məsəl üçün deyir. Bir var gəl ye, bunu rahat deyir. Yəni ana rahatdır, yesə də olar, yeməsə də olar. Bir də var gəl ye deyir. Yəni bunu uşaq hiss edir. Bu gərginliyi hiss edir. Baxır, aha ana gərginləşib və əksinə yemir. Yəni belə uşaqlar bağçada yeyir, belə uşaqlar restoranda yeyir, belə uşaqlar nənə baba ilə yeyir. Çünki o baskı orada yoxdur. O enerji orada yoxdur. Ona görə uşaqlar çox ağıllıdır.